Mədəniyyət yazarı Vasif Ayan bu gün vəfat edən əməkdar artist Vahid Əliyevlə bağlı paylaşım edib. O, aktyorun son anlarında yanında olduğunu bildirib. Əməkdar artist gənc tamaşaçılar teatrının istedadlı aktyoru dostumuz Vahid Əliyevi ziyarət etməyə gəlmişdi. Qapıdan içəri keçəndə Vahid müəllim keçindi. Mən belə hadisə görməmişdim. Bizi gözləyirdi, şokdayıq. Qeyd edək ki, sənətçi sabah saat 13:00-da Badamdar qəbirstanlığında dəfn olunacaq. Vahid Əliyev uzun sürən xəstəlikdən sonra bugün vəfat edib. Əməkdar artist Xəyyam Nisanov mərhum əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Xəyyam Nisanov Cabir İmanovun məzarından fotonu Instagramda paylaşıb. Sən bizimlə görüşə gəlməyəcəksən, amma Cabir, biz nə vaxtsa səninlə görüşməyə gələcəyik deyə Xəyyam bildirib.